Əlbəttə, Çin sanki getdikcə daha çox ağırlaşmağa başlayıb. Dünyanın əsas güc mərkəzlərindən birinə çevrilib. Üstəlik də bu orta yol, əlbəttə bu orta yolun ən böyük tərəfdarlarından biri Çindir. Yəni bu orta yol açılacaqsa, işləyəcəksə və zaten də işləyir artıq, o Gürcüstan üzərindən işləyir. İndi biz Zəngəzur dəhlizi açılmayıb deyim. Bəzən elə bilir ki, bu orta yol dayanıbdır, dayanmayıbdır. O Gürcüstan üzərindən gedir. Amma bu Zəngəzur üzərindən olanda bu yol daha da rentabelli olur, daha sürətli olur, məsafə daha da qısalır. Yəni orada artıq belə deyək də bu Gürcüstan üzərindən orta yolun hələlik maksimum yük daşıma qabiliyyəti 5 milyon tondur. Amma Zəngəzur açılanda bu hardasa 36 milyon tona qədər arta bilir. Olduqca böyük bir belə deyək də miqyaslı bir məsələyə çevrilir və mən bildiyim qədər bu yolun açılmasına Avropa ölkələrində, konkret Britaniya da maraqlıdır. Avropa da maraqlıdır, Çin də maraqlıdır. Azərbaycan da bu orta yolun üzərində olan və bu yolun açılmasında xüsusi belə deyək də çalışan, cəhd edən dövlətlərdən biridir. Yəni əslində normalda bizim Çinlə o əməkdaşlığımız, yaxınlaşmamız çox doğrudur. Çox doğrudur. Əvvəla, indi mən düşünürəm ki, Çin-Azərbaycan məsələləri həm də bu Zəngəzuru çox sürətlə açılmasını təmin edəcək. Bəlkə də biz bir qısa müddətdə görəcəyik ki, elə bu Zəngəzurdakı problem də aradan qalxır. Çünki indi Zəngəzura ən çox, belə deyək də, o mane olanlardan biri də İran idi. İran bir dəqiqə, məsələn, Çindən daha çox asıldı, nəinki Rusiyadan. Əslində, sabah artıq o Çin gözünü ağardanda da ki, İran da çəkiləcək. Və mən əminəm ki, artıq Ermənistan da o maneçiliyini zaten də onsuz da Ermənistanın bugün Rusiya ilə elə bir yaxınlığı yox, planı yox. Yəni mən düşünürəm ki, açıq bu Çin-Azərbaycan əməkdaşlığı Zəngəzur dəhlizinin tezliklə açılmasını şərtləndirəcək. Yəqin ki, biz onu müşahidə edəcəyik. Yəni bu baxımdan əslində bu əməkdaşlığın dərinləşməsi, viza rejiminin qaldırılması, indi orada başqa məsələlər də var. Məsələn, Çin səhv etmirəmsə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulmasına dəstək verəcəyini deyib. Əslində bu da yaxşıdır ki, artıq deməli bizdə liberal iqtisadiyyatın yaranmasının önü açılır. İndi zaten biz onu hər zaman deyirik də. Məsələn, Çində var da o model var. Düzdür, orada bir hakimiyyət, siyasi şeydə bir tək partiyalı sistemdir. Amma iqtisadiyyatda çox uğurluq var, iqtisadiyyatda liberal azadlıq var. Yəni də elə bir modelin Azərbaycana da gəlməsi əslində bizim üçün olduqca avantajlıdır. Yəni millət olaraq, dövlət olaraq əslində o deməkdir ki, artıq o monopoliyadır, falandır, beşməkandır məsələlər aradan qalxır. Ölkə zənginlik gələ bilir, rifah gələ bilir. Üstəlik Qarabağın inşası, indi dövlət məsələn bu il 4 milyard pul ayırıb, amma bu mən düşünürəm ki, orada o qədər böyük işlər var ki, yəqin ki, hələ ora bəlkə də 10 milyardlarla, bəlkə də 100 milyard hələ sərmayə qoymaq lazımdır. Yəni əslində Çinin böyük sərmayəsi var. Bugün Çin dünyaya ən çox sərmayə qoyan dövlətlərdən biridir. Yəni düşünürəm ki, sabah Qarabağa da, Azərbaycana da Çinin sərmayə qoyması, sənaye gətirməsi, indi Çinin bir problemi də var da. Bugün Çin mallarını Amerika orada rüsum qoyur, burada qarşısını alır, orada falan yerini sabah ola bilsin onu yer gəlmişlər. Hindistan da artıq elə bir məhdudiyyət gətirdi falan. Yəni bugün Çin özü də maraqlıdır ki, iqtisadiyyatını şaxələndirsin. Artıq o deyək ki, Çində deyil, Azərbaycanda istehsalını qursun, nə bilim Türkiyədə qursun, başqa yerdə qursun. Yəni bizim belə deyək də bu əməkdaşlıq sayəsində sabah iqtisadiyyatımızın da yüksəlməsi, sənaye hər zaman deyirik bölgələrdə iş yerləri olsun. Bizim insanlarımız niyə gedib Rusiyada çalışmalıdır, Rusiya donor olmalıdır? Həmin iş yerlərini qursaq burada, deməli sabah o insanlarımız qayıdıb gəlib burada işləyəcək və üstəlik də biz orta yolun üzərindəyik. Bizim yəni deməli kommunikasiya problemimiz yoxdur, logistika problemimiz yoxdur. Həmin məhsulu istehsal elə və o məhsul indi onsuz da belədir də, bugün firmalar var da. Yəni o məhsul istəyir Azərbaycanda istehsal olundu, istəyir Çində istehsal olundu. Müəyyən firmanın, yəni biz belə deyək də çox asanlıqla biz bir sənaye dövlətinə çevrilə bilərik. Bu şansımız var. Yəni Çinə də deyək ki, o məhsulu Çindən daşıyıb bura gətirincə Azərbaycanda istehsal olunub Avropaya çıxarılmasına, dünyanın başqa bazarlarına çıxarılmasına şans yaranır. Yəni bizim üçün də əslində iş yerləri açılır, ölkənin iqtisadiyyatı güclənir falan. Yəni mən deməyim odur ki, mən düşünürəm ki, bu doğrudur. Digər tərəfdən də əslində Çinin bölgəyə gəlməsi Rusiyanın da qarşısını biraz əngəlləyir. İndi onlar hansısa məsələlərdə bir yerdə olsalar da, məsələn bizə münasibətdə, Türkistana münasibətən də rəqibdirlər. Yəni bugün Çinin deyək ki, Türkistana gəlişi Rusiyanın orada biraz təsirini azaldır. Azərbaycana, Güney Qafqaza gəlişi Rusiyanın təbii ki, sabah hücum etmək, işğal etmək. Məsələn, bugün heç qərblə yaxınlaşanda Rusiya əksinə, sanki ona qırmızını göstərirsən, hücum edir. Amma Çinlə yaxınlaşanda Rusiya bunu etmir, edə bilmir. Çünki eyni vaxt həm Avropa ilə, Amerika ilə, həm Çinlə savaşmaq Rusiya üçün çətin məsələdir. Üstəlik indi Çinə həmişəkindən daha çox ehtiyacı olan bir dönəmdə. Yəni mən bu baxımdan düşünürəm ki, Çinin də bölgəyə gəlişi, o cümlədən Azərbaycanla əməkdaşlığın dərinləşməsi bizim o Rusiyadan asıllığımızı biraz da azaldır.